Gəlin bu göllərdən tapılan heyvanlara bircə baxaq. Məməlilər arasında vəhşi eşşək, ceyran, at, primitiv öküz, sayqaq antilopu kimi ot yeyənlər var. Yəqin ki, ən maraqlı tapıntılar isə meşə gərgədanı və Binəqədi gərgədanı olaraq bilinən növlərdir. Bəli, buz dövründə ölkəmizin ərazisində nəhəng gərgədanlar var idi. Bənzər şəkildə yırtıcı məməllərdən isə hepard, qonur ayı, mağara şiri və mağara kaftarı kimi növlərin qalıqları tapılmışdır. Binəqədidə tapılmış bəzi növlər müasir bənzərlərindən daha iri yarımnövlər olmasına görə seçilir. Məsələn, buradakı sayqaqların, maralların və qonur ayıların daha iri ölçülü olduğu məlumdur. Binəqədi göllərini daha maraqlı edən isə burada tapılan quş qalıqlarının miqdarının daha çox olmasıdır. Quşlar arasında Binəqədi bayquşu, Binəqədi döyüşkən züllütü və Azərbaycan qazı kimi elmə yeni məlum olan növlər təsvir olunmuşdur. Məsələn, Binəqədi bayquşu bir ədəd ayaq sümüyü əsasında təsvir olunmuş və günümüzün bayquşlarından daha iri ölçüyə malik olmuşdur. Göllərdə ümumiyyətlə yaşayan məməli, yəni ayı, kaftar, şir kimi və quşların, yəni kərkəslərin qalıqlarının çoxluğu, onların qır gölünə düşən heyvanların cəsədləri ilə qidalanmaq istəyərkən öldüklərini deməyə əsas verir. Məsələn, yırtıcı quşlardan ağquyruq dəniz qartalının 166, qara çərkəzin 62, ağbaş çərkəzin 18 fərdinin qalıqları tapılmışdır. Əlavə olaraq ərazidə çoxlu sayda su bataqlıq quşunun, yəni ördəklərin, vağların və cüllütlərin tapılması da ərazinin onlar üçün əhəmiyyətli köç və qışlama yeri olduğunu göstərir. Sonrakı araşdırmalar Binəqədidəki buz dövrü quş növlərinin müxtəlifliyinin günümüzdə Qızılağac Milli Parkında qışlayan quşlara bənzərliyini ortaya qoymuşdur. Burada tapılmış bütün quşların siyahısını isə videonun açıqlamasından keçid vasitəsilə bloqumdan baxa bilərsiniz. Onu da qeyd edim ki, Binəqədidə tapılmış fosillərin əksəriyyəti hazırda Həsən bəy Zərdabadına Təbiət Tarixi Muzeyində saxlanılır. İzlədiyiniz üçün təşəkkürlər.